Ümumiyyətlə, ən mühüm olaraq mənəvi dəyərlər sosial qrupları qoruyur. Bura dostluq daxildir, qonşuluq münasibətlər daxildir, ən mühümü ailə daxildir. Ümumiyyətlə, dəyər bizə biz olmağı öyrədir. Baxın, bütün dəyərlərdə kollektiv fəaliyyət öz əksini tapır. Sevgi, tək tərəfli sevgi olmur. Bir neçə insan iştirak eləməlidir. Yəni, iki insan iştirak. Ailədə sevgi, hamı bir-birini sevir. Fədakarlıq, başqasına qarşı yönəlmiş bir fəaliyyətdir. Şəfqət, mehribanlıq, bunlar hamısı sosial fəaliyyət ifadə edir. Ona görə də dəyərlər bizə biz olmağı öyrətdiyi üçün bizim ailələrimiz də möhkəm olur. Çünki ailə bir kollektivdir. Ancaq özünü düşünən insanların ailələri dağılır. Onlardan yaxşı dost çıxmır. Yaxşı qonşu ola bilmirlər. Çünki mən düşünür. Ailədə mən yoxdur, biz varıq. Ailə hər şeydən qabaq mənəvi dəyərlərin birləşdirdiyi bir ocaq olmalıdır. Maraqların deyil, hər kəsin öz hissəsi ola bilməz. Ona görə də bizim dostluq da belədir. Dost seçərkən mənəvi keyfiyyətlərə əsas götürürük. Pulu var, haradasa qohumu yaxud atası yaxşı yerdə işləyir, məntiqi ilə kiminləsə dostluq eləsin, müəyyən vaxtdan sonra o dostluğun axırı gəlib çatacaqdır. Biz dostluğu nəyə görə seçirik? Etibarlıdır, dürüstlüdür, ağzı bütövdür. Bunlar hamısı dəyərlərdir.